Azərbaycan dili mediada bugün geniş istifadə olunur. Çünki Azərbaycanın həqiqətən geniş bir media mühiti var. Çox çalarlı, çox rəngli media mühiti var. Amma Azərbaycan dilinin mediada tətbiqi, işlənməsi, xüsusən də onun imkanlarının layiqincə mediada göstərilməsi baxımından ciddi narahatlığımız var. Bu əsasən aparıcılarda yaxud yazı müəlliflərində deyək ki, onların üslubiyyatı dəqiq, dərindən bilməməsi, dilin müxtəlif imkanlarından, lüğət bazasından layiqincə yararlana bilməməyi ilə bağlıdır. Düşünürəm ki, əgər söhbət şifahi və yazılı nitqin mediada işlənilməsindən gedirsə, birinci növbədə dilin lüğət bazasına dəqiq hakim olmaq lazımdır. İkincisi, mütləq dilin qrammatik qaydalarını bilmək lazımdır və əgər nitqimizə, şifahi yaxud yazılı nitqimizə yeni sözlər, yeni ifadələr gəlirsə, onların ana dilimizdə qarşılığı varsa, yenilərinin, lüzumsuz yenilərin gəlməyinə ciddi ehtiyac yoxdur. İkincisi, indi reallıq belədir ki, bir çox hallarda xəbərləri, materialları biz başqa dildə oxuyuruq, onlardan tanış oluruq, sonra ana dilimizə ya avtomatik, mexaniki, yaxud da şəxsən tərcümə edirik. Bax, həmin tərcümə prosesində ana dilimizin mövqeyinin əldən getməsinə, ana dilimizə zərərli təsirlərin özünə yol açmasına imkan verməməliyik.